Ümumiyyətlə, mən çoxdan müşahidə edirəm ki, biz reallığın qavranılmasını çətinləşdirməyə meyilliyik. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan, Azərbaycan prezidenti İlham Əliyevin Ermənistana tranzitlə bağlı məhdudiyyətlərin aradan qaldırılmasına görə ona təşəkkür etməsinin səbəbini izah edərkən bildirib. Baxın, Ermənistanla bağlı bir hadisə baş verib və Ermənistan bu hadisəyə münasibət bildirməlidir. Biz bu hadisəyə müsbət münasibətimizi bildiririk. Bəli, mən bir neçə dəfə minnətdarlığımı bildirmişəm, amma bir neçə hadisə baş verib. Taxıl idxalına qoyulan qadağı aradan qaldırıldı. Əvvəlcə Qazaxıstandan, sonra Rusiyadan. Ermənistandan dəmir yolu ilə əks istiqamətdə həyata keçirilən tranzit üçün də məhdudiyyətlər götürüldü. Azərbaycan erməni sahibkarlara neft məhsulları satmağa hazır olduğunu bildirdi və bu hazırlığın nəticəsi olaraq artıq dəmir yolu ilə Ermənistana çatdırıldı. Düşünürəm ki, biz bu hadisələrə münasibət bildirməsəydik, bu qəribə olardı. Mən də bizim münasibətimizi bildirirəm və yaxşı edirəm. Baş verənlərin miqyasını qiymətləndirmək çox vacibdir. Sülh artıq reallıqdır və onun konkret təzahürləri var, deyə Paşinyan bildirib.